Bakıda bina aksiyası ardından bir neçə gün sonra İsmaillını etirazlar öz ağışını aldı. İsmail aksiyalarının başlamasına bir yol qəzası səbəb oldu. İcra başçısının qardaşı oğlunun İsmaillıları söydüyünü bildirən etirazçılar başçının istifasını tələb edirdilər. Bina ticarət mərkəzində çalışan sahibkarlar qiymət artımına etiraz edirdilər. Onlar prezident administrasiyası rəsmisinin əraziyə gəlməsini və problemlərinin dinlənilməsini istəyirdilər. Aksiya səbəb və səbəbkarlardan başqa həm də polisin və etirazçıların davranışı müzakirə mövzusu oldu. Bəzi Avropa dövlətlərində ictimai asayişin mühafizəsinə cəlb olunan polis əməkdaşları hər hansı bir cinayət faktı baş verəndən sonra hərəkətə keçir. Bir neçə il bundan qabaq Fransada bir qrup gənc küçədə dayanan maşınları yandırırdı. Neçə maşın yanandan sonra polis hərəkətə keçdi və o cinayətin qarşısını aldı. Amma bizdə isə polis əməkdaşları fakta deyil, profilaktikaya işləyirlər. Yəni bunlar baş verə biləcək hər hansı bir qanuna zidd hərəkəti əvvəlcədən bilir və onun qarşısının alınmasına yönəlik tədbirə başlayır. Hətta uşaqlar nəfəs ala bilmir. Bu nə deməkdir? Hani bizim rəhbərimiz bunu görmür? Körpə uşağımında nə günah var, ha? I observed that some of the demonstrators who were being detained Bina aksiyasında videoda gördük ki, polis nümayiş iştirakçısını tutduqdan sonra da rezin dəyənəklə döyməyə davam edir. Müqavimətsiz etirazçının saxlandığı halda döyülməsi məqbul deyil. İsmailli aksiyasında dəfələrlə gözyaşarıcı qazdan istifadə olunub. Bunun çox ağır fəsadları ola bilər. Özəlliklə insanların sıx yaşadığı yerlərdə qazdan istifadə olunurdu. Gözyaşarıcı qazdan belə istifadə orada yaşayan, eləcə də yaxınlıqdakı başqa insanlara da pis təsir edə bilər. To the individuals and to bystanders if there's people nearby. So those are issues. Adət rəsmisi deyir ki, beynəlxalq təcrübəyə görə polis minimum gücə dayanaraq razılaşdırılmamış aksiyanın qarşısını almalıdır. Kütlə zorakılığa meyillidirsə, gözyaşardıcı qazdan da istifadə oluna bilər. Amma gözyaşardıcı qazların yalnız CS növündən, bəzi ölkələrdə gözyaşardıcı qazın digər növlərindən istifadə qadağandır. Çünki əl üzünü su ilə yuyan kimi CS qazı təsirini itirir. Digər qazların təsiri orqanizmdə uzun müddət qalır. Gözyaşardıcı qaz kütlənin dağılmasına kömək edə bilmirsə, bu zaman su şırnaqlarından istifadə mümkündür. Bir iş var ki, bundan yalnız ayrıca təlim keçənlər istifadə edə bilərlər və su ancaq qurşaqdan aşağı hissəyə yönəlməlidir. Əks halda insanlara ciddi xəsarət yetirilə bilər. Kütlənin dağılmasına su şırnağı da yardımcı olmazsa, ən son mərhələdə rezin güllələrdən yararlanmaq mümkündür. Təbii ki, peşəkarca və çox diqqətlə. Rezin güllə etirazçının yalnız ayaq hissəsinə atıla bilər. Məqsəd etirazçını saxlamaqdır. Rezin güllələrdən yanlış istifadə ölümlə sonuçlana bilər və başqa ölkələrdə rezindən ölmə halları qeydə alınıb.